tünd yaşıl rəngdə bir krem. Bir dəqiqənin içində üst tonunun rəngi bu formada bərabərləşdi. Bəzi səbəblərdən xanımların üzərində belə bir rəng bərabərsizliyi yaranır, dəri ləkələri yaranır. Çox vaxt günəşdən düşür belə bir ləkələr. Bunu tonal kremlə örtmək yerinə CC krem, BB krem və yaxud da ki ton bərabərləşdirici məhsullardan istifadə etmək lazımdır. Adətən bu kimi kremlər rəngli olur və daha sonra üzün rəngini alır. Baxın, yaşıl rəngdə bir məhsuldur. İndi mən bunu öz üst tonuma çevirəcəm. 3-4 saniyənin içində dəri tonunun rəngini alır. Dəri tonunun rəngini almaqla bərabər üzdə olan rəng bərabərsizliyini də aradan qaldırır. Baxın, o sarı ləkələrdən əsər qalmadı. Bunun tərkibində həm də 50 faktorlu SPF var. Əlavə üzərindən və ya altından SPF vurmağa da ehtiyac qalmır. Gəlin buranı da yoxlayaq. Məhsul yayıldıqca üst tonuna uyğunlaşır. Bu arada tərkibində pantenol da var. Bu da həssas dərilərin də istifadə edəcəyi bir məhsul olduğunu göstərir. Əlavə isə tərkibində seramid və hyaluronik asid var. Bu sizin dərinizi həm nəmləndirir, SPF-ə görə günəşin zərərli işıqlarından qoruyur. İçində 50 faktorlu SPF var. Onun əlavə SPF istifadəsinə ehtiyac yaratmır. Bu formada istifadə edirsiniz. İstəsəniz üzərindən makyaj da edə bilərsiniz. Makyaj da üzərində bu arada çox qəşəng qalır. Və üz dərisi bu formada parlaq, heç nə olmamış kimi görünür. Üz dərinizin tonu bərabərləşir.